Əgər bir insanın üzərində ucuz etiketi varsa, başqaları ona necə davranarlar? Bu sualın cavabına keçməzdən əvvəl bu stəkanlara diqqətlə baxmanızı istəyirəm. Sizcə bu stəkanlardan hansı başqasına su verə bilər? Təbii ki, boş olan heç nə verə bilməz. Münasibətdə bir çox insanın yaşadığı problem də məhz budur. Səndə olmayanı başqasına verə bilməzsən. Əgər bir insan özünü dəyərli hiss etmirsə, ən sağlam münasibət belə onu xilas edə bilməz. Çünki münasibətin ən böyük qatili dəyərsizlik hissidir. İnsan sevilmədiyini hiss edəndə davam edə bilir, amma dəyərli olmadığını hiss edəndə qəlbi parçalanır. Dəyərsizlik tədricən görünməyə başlayır. Bir mesajın gec cavablandırılması və ya sözünün kəsilməsi ilə və yaxud da sən şişirdirsən deyilməsi ilə bu hadisələr sadəcə insanın içində əvvəldən olan mən lazımı qədər yaxşı deyiləm inancını təsdiqləyir. İnsan beyni inandığı hər şey barədə fakt toplayır. Bax, yenə səni saymadılar. Bax, yenə sən ikinci plandasan. Bu zaman insan iki istiqamətdən birinə gedir. Ya hər şeyə susur, dözür, razılaşır, özünü kiçildir, ya da qısqanclıq və emosional partlayışlar vasitəsilə qarşı tərəfi idarə etməyə çalışır. Amma hər iki davranışın kökündə də məni saymazlar qorxusu var. Əslində insan özünü saymadığı üçün başqası da onu saymır. Əgər insanın özləyər inancı zəifdirsə, ideal partnyor belə onu xoşbəxt edə bilməz. Çünki problem qarşı tərəfin davranışında yox, daxili interpretasiyadadır. Sevgi yalnız o zaman davamlı olur ki, insan özünü sayılıb seçilməyə layiq hiss edir. Əks təqdirdə münasibət asılılığa çevrilir. Əgər sən də hiss edirsən ki, münasibətlərində təkrarlanan ssenarilər var, dəyərsizlik inanclarına maliksənsə və ya həddən artıq özünü sübut etməyə çalışırsansa, bu dəyişilə bilən bir strukturdur. 11 martda başlayacaq NAT diploma dəyişim proqramında və sənə hədiyyə edəcəyimiz fərdi seansda məhz daxili mexanizmlər üzərində işləyəcəyik. Münasibətini dəyişmək istəyirsənsə, əvvəlcə zehninin strukturunu dəyişməlisən. Unutmayın ki, insan özünü necə görürsə, münasibət də onu elə əks etdirir. Fikirləriniz çox dəyərlidir.